Sancaq Online kanalını izləyirsiniz. Ən son yenilikləri qaçırmamaq üçün kanalımıza abunə olun, videonu bəyənin və bildiriş butonunu aktiv edin. İndi isə keçək növbəti xəbərimizə. TikToker Sevər canlı yayım zamanı gözlənilməz ifadə ilə qarşılaşıb. Yayım zamanı ona balaca qalik deyilib. Həmin an canlı yayım izləyicilərinin diqqətini çəkib. Həmin görüntüləri təqdim edirik. Amma mənə yaxın durarsan, yaxşı, mən yıxılan tutmayım. Çünki bir də görsən, hoşumu itirirəm. Bir də görsən, yıxır. Aha, bu da soyundu. Pis soyun varmış. Hər yerim bağlıdır. Lazım olan yerləri bağlamışam. Bu da buralar utancalı bir şey yoxdur. Açıq geyinmək o demək deyil, pis yoldayam. Elə insanlar var ki, bağlıdır, işində görür, yəni canlar. Demək deyil, mən açıq geyinirəm, mənim əyalam da əməliyyat. Sadəcə mən qəşəng görsənmək istəyirəm. Mən uşaq kimi görsənirəm o siz açıq geyinənlərə. Mən uşaq kimi görsənmirəm falan. Mən pis gözlə baxanın yəni ağlı yoxdur birincisi. Mən boyum balacadır və mən uşaq kimiyəm. Yəni pis gözlə mənə baxırsa kimsə, deməli onun qanun xarabdır. Elə düşünürəm. Mənə baxa da bilməz. Hansısa bir oğlan mənə baxa bilər. Boyun balaca olduğumu baxım, ucuraram. Yabur eləyərəm bunu izləyicilərin içində ki, bu nədir? Qızlar, eləyə bilməzlər. Böyle düşməmişik, deyəm. Mən bir dənə qız söydü real həyatda. Mən heç bir günahım olmadan mənə qız söydü, dostlar. Deməli, günlərin bir günü dostum gəlib mənə götürür. Mən aparır, mən də studiyaya getməliyəm, nəzrim. İzləyicilərim üçün danışım, bunlar mən qulaq asınlar. Günlərin bir günü, dostlar, mənim dostum gəldi, mənə götürdü, mən studiyaya aparmalıydım və mahnı oxuyurdum axı. Gəldi, mənə götürdü, bu oğlanın da dostu qızdır. Deməli, bunlar 3 dəfə TikTokda qoşulublar. Görüntüdə qoşulublar. Bir də şey oldu. Mən oturmuşam, mənə dedi ki, səs eləmə, mən burada görüntü danışıram. O da 2 dəqiqəlik yol çatırıq onsuz. Elə o elə bir yolcusu gedirdi, dedim elə mənə də düşür. Elə oradan sən gedərsən, mən də elə gedərəm studiyaya. Neysə, mənə düşür. Burada mən oturdum. Dedi, səsini çıxartma, Sevər. Bəs şeydir, səsini çıxartma, yadıma gəlmir, inansın. Bəs səs çıxartma, burada telefonda danışıram. Burada qoşulublar. WhatsAppda üçlüyə qoşulublar, danışırlar 400-ə. Neysə, mən səsini çıxartmadım, canlar. Dedim, mən narahat olma, mən niyə səsini çıxardıram, bu qədər tərbiyəsiz olma bilmərəm də. Səsini çıxartma, oturmuşum, heç bir problem. Sən demə, həmin bu adam, bu qarşı tərəfə deyib ki, filan kəsi götürməyə gedirəm. Bilib də, yəni bilməsə necə, mən görməyib. Yəni, mən heç bir səsimdə danışmamışam da, yəni səsim çıxmayıb. Neysə, canlar, oturmuşam, biraz getdik, elə çatmazdaydık elə. Qız qayıdıb mənə desin ki, mənə qalik desin, qız mənə, mənim üzümə. O balaca qalikə denən ki, o balaca qalikə mənim səsimi eşitdirmə. O qız deyir. Başa düşürsünüz də qalik nədir? Mənə TikTokda deyirlər o sözü, mən söz demirəm, heç nə eləmirəm də, çünki izləyicilərdir. Məni real həyatda o sözü mənə necə demək olar? Kimə desən o sözü, insanı parçalayarlar. Mən olmayayım, sən ol. Bir oğlan yanında mənə elə bir ki, o boyda oğlanlar, o boyda insanların içində, o boyda 4 nəfərin içində, mənə elə bir ki, mən belə qaldım, mənə küçük düşürdü da, başa düşün, yəni sən zəifsən, Sevər. Balaca ola bilər, amma mən zəif deyiləm. Yəni başqasına da bunu desələr, sizə də bu sözü desələr, mən sizə görə, sizin üçün də eləyərəm bunu, yəni sizə görə də, siz də yəni müdafiə eləyərəm, siz də məni eləyərsiniz deyə düşünürəm. Çünki insansınızsa, eləyərsən, ürəyi təmizsansa, yaxşı insansınsa, bunu eləyərsən. Nəysə canım, mən qarşı tərəfi tanımıram, heç bir əlaqəm yoxdur, heç bir söhbətim olmayıb qarşı tərəflə. Nəysə, bu mənə qayıdıb desin ki, dedim, başa düşmədim, bu mənə qalik dedi. Necə yəni qalik? Oğlan qayıdıb dedi ki, yo, səndən deyil, sənə demədi. Başqa, dedim, başa düşmədim, balaca, yəni mənəm də, yəni məndən başqa balaca adam var burada. Qayıdıb sual verdi, dedim, onu sual verdi ki, bəs sən Sevərlənsən, bu sözü Sevərə dedi. Qayıdıb dedi ki, hə, mən ondan qorxmuram. Bu kimdir ki, mən ondan qorxmuram. Mən də belə əsirəm.
Uşaqlar, qarşımdakı insan, yanımdakı insana tüpürdüm. Dostumuydu. Tüpürdüm ki üzünə sənin yanında. Mənə dedim, düşür, sən də gör nə qədər ona povud vermisən ki, sən də mən nəsə demirsən ki, o mənə o sözü dedi, başa düşdün? Üzünə tüpürdüm, maşından düşdüm. O da dedi ki, düş maşından. Mən də zaten düşdüm. Sonra Səmin müəllim gəldi. Mən də ağlayıram, çox pis oldum və o qədər özümdən utandım ki, o qədər yerə girdim ki, gör dedim mənə nələr deyirlər. Yəni başa düşdün? Çox pis hansısa bir qıza sizə də canlar o sözü desələr necə hiss eləyərsiniz? Heç bir şey eləməmisən, heç bir əlaqən yox, tanımırsan, etmirsən. Özümdən utandım ki, hansısa bir kişinin yanında mənə şey elədi də, alçatdı, mənim səsim çıxmadı, mən heç nə demədim. Canlar, heç nə. Üstündən bir saat keçdi, mənim hirsim yatmadı. Dedim o qıza mən sübut eləməliyəm ki, nədir də yəni, sən harada görmüsən, mənə sübut eləməlisən. Gətir görsət, gətir qoy qabağıma. Bir də ki, mən o yoldayam, sən kimsən axı mənə o sözü deyirsən, düz demirəm canım. Yanında getməlisən, bir şey eləməlisən. Yox, bir də ki, mən o yoldayam, qardaş, sən kimsən? Sən kimsən də mənə bu sözü deyirsən. Nəysə. Canım, getdim. Mənim dostum Selinur var, onunla video çəkirəm. Selinura dedim ki, Selinur, səndən bir xahiş edirəm. İçimə elə bir yol heç bir zaman mən yəni yığmamışam da, yəni qanun, yəni polisə yığmamışam ki, şikayət eləməmişəm. Amma çox sağ olsun ki, həqiqətən də qanunlarımız hər zaman yəni belə şeylər baxırlar. Yəni kimsə kimisə alçada bilməz, kimsə kimisə söyə bilməz, durduq yerə. Həyatımda ilk dəfə belə bir şey gördüm. Sadəcə o qızı ora gətirib demək istəyirdim ki, qıza. Yəni sən kimsən də yəni? Hə, nə oldu? Söydün, nə elədin qızlar? İndi gözlə. Dedim sən mənə saat 2 idi. Getdim Abşeron polis bölməsinə. Buradan yəni üzr istəyirəm, deyirəm, bilmirəm birdən nəsə problem olmaz danışmağım.